Salam, 1 iyun 2026-cı il. İnşallah ki bugün Kaftekoçun qarşısında olan Plaşatkanın həm də ki Cin mağarası istiqamətində olan yolun profilləri daşınacaq və bununla yanaşı Kaftekoçun qarşısında olan Plaşatkanın suvaq işləri görüləcək. Betonun tökülməsi üçün divar dibindən aşağı istiqamətdə qazıntı işləri görüləcək və əlavə torpaq Plaşatkadan aşağı atılacaq. Artıq Kaftekoçun qarşısında olan Plaşatkanın divar işləri görülüb və mağaranın qarşısından içəriyə doğru pilləkan saxlanılıb. Gördüyünüz kimi. İnşallah ki işlərimiz davam etdikcə bu barədə məlumatları sizlərə verəcəm.